Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə Qədirxum bayramı münasibəti ilə hər birinizi təbrik edirəm və bu gözəl məscidin şülaver əhli üçün bərəkətli olmasını bu günün ehtiramına uca Allah'tan diləyirəm. İnşallah Allah bu məscidi bu el üçün bərəkətli məscidlərdən qərar versin inşallah. Və zəhməti keçənlərə də təşəkkür edirəm inşallah. Həzirlər Allah namıdır. Torpaq sahibi Allah rəhmət eləsin və hər kəsin adına adı Mehriban xanım Allah uzun ömür can sağlıq versin. Bugün bildiyimiz kimi Qədirxum bayramıdır və Qədirxum bayramı bizim üçün niyə dəyərlidir? Bu haqda bir neçə nöqtəyə işarə eləmək istəyirəm. Qədirxum bayramı bizim üçün ona görə dəyərlidir ki, Həzrəti Peyğəmbərdən sonra İslam tarixi, imamət tarixi iki hissəyə bölündü. Birinci hissə ki, Əli əleyhissalamın təyinatıyla mənəviyyat dolu tarix başladı İslam tarixində. Və ondan sonra belə desək, mənəviyyatsız bir cərəyan başladı. Qədirxum ona görə bizim üçün dəyərlidir ki, İslam tarixinin Peyğəmbərdən sonra mənəviyyat dolu yolu davam edir. İmam Əlinin seçilməyilə, İmam Əlinin Allah tərəfindən seçilməyilə bizə sübut oldu ki, bu yol mənəviyyatlı bir yoldur. İslamın ikinci tarixi hissəsi isə eyni orta məktəbdə tarix kitablarında oxuduğumuz bir tarixə bənzəyir. Niyə? Çünki ilahi təyinat yox idi. Hər bir yerdəki ilahi təyinat var, o tarix mənəviyyat dolu tarixdir. Diqqət eləməli bir nöqtədir, düşünməli bir nöqtədir. Qədirxum bizim üçün niyə dəyərlidir? Peyğəmbərdən sonra İslamın mənəviyyat dolu tarixi başladı və İmam-ı Zamanla bu günə kimi bu tarix davam edir. Və inşallah bu günün Allah ehtiramına bizi bu mənəviyyat dolu olan tarixdən, İmam Əlinin tarixindən, İmam Əlinin yolundan ayrı salmasın inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Bir daha bayramınız mübarək olsun.